Değerli şagirdlər, fonksiyonlardan test 4-dən sual izahına başlayırıq. Yeni hidayətinə bir yerdə. Fx verib bizə 4x üstəgəl 5, x üstəgəl 2 soruşur. X-in yerinə x üstəgəl 2 yazıram. 4 vur x üstəgəl 2 üstəgəl 5. Bu da 4x üstəgəl 13 olur. Aydındır. Burada da x verib x sıx 1 soruşur. X-in yerinə x sıx 1 yazacağım. X sıx 1-in kvadratı üstəgəl 3 vur x sıx 1 üstəgəl 2. Buradan x kvadrat çıx 2x üstəgəl 1 üstəgəl 3x çıx 3 üstəgəl 2. Bu da x kvadrat üstəgəl x. 1-dən 3 çıxanda mənfi 2 üstünə 2 gələm, heç nə qalmır. Aydındır? İkinci suala baxaq. Asan davam edək. X üstəgəl 2-dən x necə alaram? X sıx 2. Aha, yəni yazıram x sıx 2 çıx 7 2x çıx 4 çıx 7 2x çıx 11. 6. X üstəgəl 1 verib, x üstəgəl 2 soruşur. Bundan bu necə alaram? Üstünə 1 gələrəm. Birinci buna baxaq, bu çətin olacaq belə. Bu x sıx 1-in kubunun düsturudur. Aydındır. Mən də sadəcə yerinə üstəgəl 1 yazacağım. X-in yerinə x üstəgəl 1 yazıram, sonra kubunu alıram. Birlər gedir, qalır x kub. Aydındır. 3-ə baxaq. X sıx 7-dən x üstəgəl 4-ü necə alaram? X plus 1, 11 yerinə. 11 gəlməliyəm üstünə. Mən də x-in yerinə x üstəgəl 11 yazıram. Olur x plus 12 böl x plus 8. 7-yə baxaq. 7-də məsələmiz nədir? Bunun düsturu yadıma gəlir. 1-dən x-ə qədər ədədləri toplayanda. X vur, x plus 1 böl 2. Sayılarda düstur var idi. 1-dən nə qədər ədədlərin cəmi düsturu. İndi mən də aparıb bu ifadəni yerinə qoyacağım. Yazıram 2 üstü. X-in yerinə bunu yazmalıyım. Kök altda x plus 1 böl 4 çıx 2-də 1. Bir də üstünə 1 gəlsəm, mənfi 2-də 1-in üstünə 1 gəndə nə olar? 1 böl 2. Olacaq kök altda x plus 1 böl 4. Dediyim kimi, bunun üstünə 1 gələndə olur üstəgəl 2-də 1. Bölünsün 2. Yuxarıdakı a kvadrat çıx b kvadrat oxşadır. A çıx b, a üstəgəl b. Bunu necə tapırıq? A kvadrat çıx b kvadrat. Mən bunun kvadratını alsam, kök gedəcək. Qalacaq x üstü 1 böl 4. Aydındır? 2-də 1-in kvadratı 1 böl 4. Çıxdıq. Böl 2. 1 böl 4-lər gedir. Qalır 2 üstü x böl 2. Bunda kökünə yazsaq, kök altda 2 yazdım. Bura x, bura 2. Yəni 2-ni yazmağa ehtiyac yoxdur, B variantı. Aydındır? 4-ə baxaq. Bu ifadədən x plus 2 almalıyım. Birinci x-i tapaq. Bundan x-i necə alaram? 3-ə vuraram. Tərs kimi düşünür. Üstünə 4 gələrəm. 3-ə vurub üstünə 4 gələrəm. Vururam 3-ə, üstünə 4 gələrəm. Aydındır bu? 30x üstəgəl 41 edir. İndi bir dənə x üstəgəl 2 lazımdır. Bunun da yerinə üstəgəl 2 yazacağım. 30 vur, x üstəgəl 2, üstəgəl 41. 30x üstəgəl 60 ilə 41, 101. Aydındır? Yaxşı. İndi x üstü 5 böl 3 verib, fx-i soruşur. X üstü 5 böl 3-dən, gəl düşünək, x-i necə alaram? Mən bundan x almaq üçün gələk bunun 3-də 5-ə vurum. 3-də 5-ci qüvvətini alsam, 3-lərdə gedər, 5-lərdə alınar x. Düzdür? Demə, mən bu ifadədə x-in yerinə x üstü 3-də 5 yazacağım. X-in yerinə x üstü 3-də 5 yazıram. Üstü 9. X üstü 3-də 5, üstü 3, plus 1. 3 ilə 9 gedir, burada 3 qalır, x üstü 15. 3-lər gedir, x üstü 5 və 1. F0 verib F6 soruşur. Hidayət, burada məsələmiz nədir? Bax, fikir ver. Hər sonraki 2 hədsi oranı tapmaq üçün üstünə 1 gəlirəm. Mən burada x-ə 0 versəm, bu F2 alınacaq. F2 də bərabər olacaq. F0 çıx 1. F0-ımız nədir? 5-dir. 1 çıxıram, oldu 4. Bu aydındır. Bir dəfə də gedirəm x-ə, mən F2-ni bilirəm. X-ə 2 verirəm. X-ə 2 versəm, bu olacaq 4. Olacaq F4 bərabərdir. F2 çıx 1. F2-miz nədir? 4. 1 çıxdım 3.
Eyni proses bir də davam edir. F6 bərabərdir F4 çıx 1. F4 nədir? 3. 1 çıxdım 2. Başa düşdün? Bəli. 13. Bu da başqa bir özəllikdir. Bunu da burada təkrarlamış olacağıq. Fx 2x üstəgəl 1-dir. Bunun türündən və ya cinsindən deyirlər. Dəyəri nədir? Birinci fx üstəgəl 1-i tapın. Fx plus 1 bərabərdir. X-in yəni x plus 1 yazıram. 2 vur x plus 1 plus 1. Bu olur 2x üstəgəl 2 üstəgəl 1. Bura qədər aydındır. Niyə mən bu 3 yazmadım? Üstəgəl 2 üstəgəl 1 yazdım. Bizə cavabı fx ilə göstərmək lazımdır. Fx nəyə bərabərdir? 2x plus 1. 2x üstəgəl 1-in yerinə gəlib burada təzədən fx yazıram. Fx Üstəgəl 2. Aydındır. 10-cu sual. 10-cu sualda x üstəgəl 1-dən 3-ü necə alaram? X-ə nə verim? 3 olsun. 2 verir. Onda alınacaq f3 bərabərdir f2 böl 2. f2-miz nədir? Bilmirəm. f3-ümüz nədir? 2-dir. 2-ni 2-yə vurdum, f2 oldu 4. Aydındır. İndi f1-i tapacağım. f1-i tapmaq üçün də burada x-ə 1 verim. Olacaq f2 bərabərdir f1 böl 1. f1 nədir? Bilmirəm. f2 nədir? 4-dür. 1-ə vururam 4. 14-ə baxaq. Yuxarıdakini yazdıq, hə? Hə, 14-ə baxaq. Fx plus 1-in fx cinsindən dəyəri. Burada mən birinci fx-i tapmalıyım. Necə taparım? X plus 1-dən x-i necə taparım? X çıx 1. Aha, yerinə yazıram x çıx 1, çıx 2, x çıx 1, çıx 3. Alınır x çıx 3, böl x çıx 4. Bu aydındır. Bəli. İndi bu biraz çətindir. Mən bu ifadəni fx ilə göstərməliyəm. Fx plus 1-in fx cinsindən dəyəri. Bu ifadəni fx ilə göstərməliyəm. Onun üçün nə edirəm? Birinci bununla bunu çarpaz vururam. Alınır fx vur x çıx 4fx bərabərdir x çıx 3. Bu aydındır. X atıram fx-in yanına. Buradan alınır. Bu x ilə, fx-dən x-i bir tərəfə keçirəm. Alınır x vur. Burada fx var. Bu da bir dənə x-dir. Keçir, bura olur çıx 1. 4fx-də atıram o tərəfə 4fx çıx 3. Bu aydındır. Deməli, bizim x-imiz bərabər olur. 4fx çıx 3 böl fx çıx 1. Bu da aydındır. Bu bizə niyə lazım? Mən bu ifadəni aparacağım misalda yerinə qoyacağım. 4fx çıx 3 böl fx çıx 1-i yuxarıda yerinə qoymalıyım. 2fx üstəgəl 1-i bundan göstərə bilim. Aparaq. Bu ifadədə x-i nə tapdıq biz? 4fx çıx 3 böl fx çıx 1. Bu x-in yerinə yazdım. Çıxılsın 2 böl 4fx çıx 3 böl fx çıx 1 çıx 3. Bunlar bir məxrəcdə yazsam, olacaq fx çıx 1-də 4fx çıx 3-ü köçürürəm. Mənfi 2 ilə buna vuranda mənfi 2fx üstəgəl 2. Aydındır bu. Eyni şey burada eləyirəm. Fx çıx 1 4fx çıx 3 mənfi 3-ü bura vuranda mənfi 3fx üstəgəl 3. Fx çıx 1-lər gedir. Yuxarıda qalır 2fx çıx 1. Aşağıda qalır 4fx-dən 3fx çıxanda fx mənfi 3-lərdə getdi. 2fx çıx 1 böl fx, yəni A variantı. Bu da belə. Nisbətən çətin suallardan biri idi. 11 yazmamışıq məncə. Yox. 11-ci suala baxaq. Bax, 11-ci sualda bizə deyir ki, fx üstəgəl 1, x vur fx-dir. Bu o deməkdir ki, hər sonrakini tapanda əvvəlkinin nömrəsinə vurursan. Yəni, məsəl üçün, f2 bərabərdir. 1 verməliyəm də bura. 1 vur f1. Sonra f3 bərabərdir. 2 versəm. 2 vur f2. f4 olacaq onda nə? 3 vur f3. Düzdür? Bu belə-belə davam edir. f13 bərabərdir. f12 vur 12. Gəl bunu dərk eləyək ki, mən bunu bir-bir tapmadan nə edə bilərəm? İndi biri f1-ə vurur, f2-ni tapır. f2-ni də 2-yə vurur, f3-ü də 3-ə vurur, f4 də 4-ə vurur, f12-ni də 12-yə vurur, ən son bunu tapır. Deməli, bu birinci f1-i
1'ə vursam, aldığım cavabı 2'yə vursam, aldığım cavabı 3'ə vursam, 4'ə vursam, ən son 12'yə vursam bunu verəcək. F1 nədir? 2'dir. Və mən 2'ni 1'ə vururam, aldığım cavabı 2'yə vururam, aldığım cavabı 3'ə, bu belə gedir, ən son 12'yə vururam. 1'dən 12'yə qədər vurmaq nə deməkdir? 12 faktorial. Vur bir dənə də 2. Başa düşdün? Dəqiq. Təzdən şeyini vururuq ki. O 2 təzdən deyil. 2 F1'in qiymətidir. Elə bil ki, mən F1'i 1'ə vururam, bu bunu verdi. Aldığım cavabı 2'yə verirəm, F3'ü verdi. Yəni mən 1'ə, 2'yə, 3'ə, 12'yə bu qabağındakiları da vurdum. Bir də F1'i vururam, axı birinci qiymət var. ...12 və 15 qaldı. Bunu yazdıq da. 12 və 15'ə də baxaq. 12'də F3'ü 5 verib, F11 soruşur. Görə niyə bilərik? X-ə nə verim burada? Bir dənə 2 verim. Bu F3 alınsın. 2 versəm nə alınacaq burada? 2 vur F7 çıx F3 bərabərdir 7. F3 nəyə bərabərdir? 5'ə. 7 ilə 5'i topladım. 12. 2'yə böldüm, F7 oldu 6. Bunu bir kənarda yazıq. F7 6'dır. Davam edək. 7 alınması üçün bu dəfə X-ə 6 verirəm. X-ə 6 versəm 6F11 çıx F7 bərabərdir 7. F7 nədir? 6'dır. 6 verirəm. Olur 6F11. Mən narahat edim ki, kəsir alınır 13. Bizdən də bunu soruşur. Mən deyirəm 11 bölü 13 yoxdur cavabı, elə bunu soruşur. Başa düşdün? 15'ə baxaq. Fx sıx 4, 5 üstü 2x. İndi bizə deyir ki, fx vur fx plus 1'in fx sıx 4 cinsindən dəyərini tapın. Biraz çətindir. Birinci fx'i tapaq. Fx bərabərdir. X sıx 4'dən x'i necə alaram? Üstündən 4 gəlir. İndi burada 2, x'in yerinə x üstəgəl 4 yazmalıyam da. X'in yerinə x üstəgəl 4 yazıram. Və fx plus 1'i də tapanda 5 yazdım. Bu nə eləyəcək bu? 5 üstü 2x üstəgəl 8. Düzdür? Evet. X plus 1 tapanda da x'in yerinə x üstəgəl 1 yazsam, x plus 1 yazsam, 2x üstəgəl 2 üstündən 8 yanında 2x üstəgəl 10 eləyir. Düzdür? Bu və bunu tapdıq. Bu aydındır. Bu fx'imizdir 5 üstü 2x plus 8. Bu da 5 üstü 2x plus 10. Çünki bizə deyir ki, bunların hasilini bundan göstər. Deməli, bizim fx'imiz oldu 5 üstü 2x üstəgəl 8. Bu da oldu 5 üstü 2x üstəgəl 10. Bu alınan cavabı 5 üstü 2x ilə göstərməliyəm. Oldu 5 üstü 2x, vur 5 üstü 8, vur 5 üstü 2x, vur 5 üstü 10. 5 üstü 2x nəyə bərabər idi? Fx sıx 4'ə. Yazıram fx sıx 4. Bu fx sıx 4'dür, bu da fx sıx 4'dür. Vursam olacaq fx sıx 4'ün kvadratı. Bunu belə mötərizə verib biz də elə mötərizəyə alaq. Bir də geriyə qalır 5 üstü 8 vur 5 üstü 10, bu da 5 üstü 18. Yəni A variantı. Aydındır. Bu da testim edərsən. Son sual idi, sağ olun.